Goranboy rayonu Təhlə kənd sakini Əliyev Emin Tahiroğlu uzun illərdir qarşılaşdığı haqsızlıqla bağlı media qrupumuza müraciət edib. Vətəndaş bildirir ki, Goranboy rayon məşğulluq idarəsi artıq 8 ildir ki, onun işini həll etmir və onu qapılarda süründürür. Emin Əliyevin iddiasına görə bu problemin arxasında şəxsi maraqlar və qohumluq əlaqələri dayanır. O, aidiyyatı şəxslərin, qudaların birləşərək onun müraciətlərinə süni maneələr yaratdığını vurğulayır. Uzun müddətdir aidiyyatı qurumlardan nəticə ala bilməyən kənd sakini səsini rəsmi instansiyalara və ictimaiyyətə çatdırmaq məqsədi ilə Media TV və Az Media qrupuna müraciət edərək probleminin ictimailəşdirilməsini xahiş edib. Vətəndaş aidiyyatı dövlət qurumlarından məsələyə müdaxilə etməsini və 8 illik problemin qanun çərçivəsində araşdırılmasını tələb edir. Mən Əliyev Emin Tahiroğlu, Goranboy rayon Təhlə kənd sakiniyəm. Hal-hazırda ailəliyəm, ailədə 5 nəfərik, 3 az yaşlı uşağımız var. Mənim şikayətim Goranboy rayon məşğulluq idarəsindən, bir də Gəncə Daşkəsən regional idarəsinin məşğulluq idarəsindəndir. Elməddin müəllimdən, Anar müəllimdən. İllərdir məni süründürürlər. Bax, gördüyünüz kimi, bax, bu evdə mənə məxsusdur. Bu da mənim darvazamdır. İndi həyəti də göstərəcəm, damı da göstərəcəm. Bax, görürsünüz, bu da mənim damımdır. Damın içində göstərəcəm. İllərdir məni süründürürlər. Bax, gördüyünüz kimi, bax, bu da mənim damımın içidir. Bax, mənə deyirlər ki, gözdə ginən, səbirli ol ginən. Vallahi mən də gözləyirəm ki, 8 il 3 aydır gözləyirəm ki, bax, bu 6 dənə töyüqdur, bir dənə ördəkdir, bir də xoruzdur. Bunlar yumurtasın, mən də uşaqlarımı kirdim. Qayğanaq pişirim, uşaqlarım da yesin, mən də yeyim. Gözləyirəm. Bax, dam da bombalan boşdur. Gəlsinlər, lap təzədən monitoru keçirsinlər. Bax, gördüyünüz kimi, bax, töyüqlardır, bir də ördəkdir, bir də xoruzdur. Gözləyirəm ki, mən bunlar yumurtasın, uşaqlarımı kiridim. Da yumurta yeməkdən böyrəklərim də atqaz eləyib. Bir də mənim buradan müraciətim bu departamentin müdürünədir. Departamentin müdürü deyir ki, çıxışlarında evlə damın arası aralı olmalıdır. Bax, görürsünüz, evlə damın arası nə qədərdir. Bax, ara məsafəsi aralıdır. Yaxın deyil, bitişik deyil. Yenə də heyvan vermirsiniz mənə. Mən bu məşğulluqla, təsərrüfatı ilə məşğul olum. Cənab Prezidentimiz dəfələrlə çıxışlarında bildirir ki, vətəndaşları qəbul edin, şikayətlərini, məsələlərini aradan qaldırın. Hələ də mənim nə şikayətimi bu Goranboy rayonu məşğulluq idarəsindən Gəncə Daşkəsən regional müdürü Elməddin müəllimlə, Anar müəllimin qohumluq əlaqələri olduğuna görə məni illərdir süründürürlər. Mənim bütün məktublarımın hamısını burada bağlayırlar. Bax, görürsünüz də, bax, burada gördüyünüz kimi yenə dam bombalan boşdur. 6 dənə töyüqdur, bir xoruzdur, bir də bir ördəkdir. Gözləyirəm ki, bunlar yumurtasın. Mən də bunların yumurtasını pişirəm, verəm, uşaqlar da yesin, mən də yeyəm.